Xoş gəlmisən Bayram. Sağ ol, çox sağ ol Məhdin. Həmişə sən gələsən. Çox sağ ol dəvətin üçün. Necəsən bro? Nə var, nə yox? Necə gedir həyat? Heç nə, itəliyirik gedir də bir tər. Əla, əla. Bugün bizim görüş səbəbimiz Dünya Çempionatı 2026-dır. Xüsusilə istəyirik Sol Cinahın 4-cü proqramında artıq play-off mərhələsinə start verək və play-off haqqında danışaq. Amma xüsusilə bir komandanı biraz ayıraraq, ona möhtəriz açaraq, bu İngiltərə yığma komandasıdır. Mənim də çox sevdiyim baş məşqçi Thomas Tuchel bu il onlarla bir yerdədir. Ki mən dünənki Demokratik Kongo oyunundan sonra özünə əsəbləşdim, bunu off the record sənədə dedim. İstəyirəm sözü sənə buraxım. İstəyirəm bu il və köhnə mundialların İngiltərəsini biraz müqayisə edəsən və Dünya Çempionatı 2026 belə gözləntilərindən bəhs edəsən. Mən öncəkilərlə dedikdə məncə sonuncu mundialla müqayisə eləmək düzgün olar. Mənə elə gəlir ki, Southgate'in buraxdığı bir iz, yəni dəqiq ki, yaxşı bir iz deyil və o iz hələ də bir növ qalıb və nəsə belə bir qəribə hisslər məndə buraxır indiki komanda. Xorvatiya ilə 4-2 oynadılar, baxdım dedim ki, bu komandadan yoxdur. Yəni dəqiq ki, bunlar çox ciddi nələrəsə iddialı olacaqlar. Qana ilə 0-0 dedim ki, yaxşı, olar, arada olur da. Panamanı axırıncı dəfə 6-0 udmuşlar Rusiyadaydı da deyəsən. Harry Kane'in hat-triki idi, yəni 4 dənə vurmuş, nəsə belə bir şeydir. Eyni Panama ilə gəldi bunlara düşdü, bu dəfə 2-0. Qrupdan çıxdılar, Kongo ilə baxırsan ki, ayda. Sən gözləntilər tam da başqaydı. Yəni deyirdin ki, okey, indi qrup mərhələsi, xal məsələsi, bəlkə də belə o şeydir, sonrakı cədvəldə daha uyğun, daha yaxşı münasib bir yerə görə bəlkə də ikinci yerdə istəyirmişlər, yəni nəsə ki, tam da o deyildi məsələ əlbəttə ki, sadəcə oynaya bilməmişdilər gözlənilən qədər. Kongo ilə də ki, dünən şok vəziyyəti idi, yəni bu sonuncu, bu ikinci dəfə çıxdılar su içməyə, baxırsan ki, özlərini itiriblər, yəni adamların üzü yox idi, sözün əsl mənasında, yoxlayarsınız, baxarsınız da, yəni gülən üz ifadəsi yox idi, çox belə qəribə sərt. Tuchel aqressiv görünürdü. Tuchel dəqiq ki, əsəbi idi və əlbəttə ki, yəni bir gün yarım öncə Almaniya çıxıb, Hollandiya çıxıb, yəni nə olasıdır ki, artıq onun da əlavə bir baskısı dəqiq ki var idi oyunçuların üstündə və belə deyək, yəni Harry Kane olmasaydısa biz İngiltərə növbəti mərhələdə dəqiq ki görməyəcəkdik, mən əminəm ki görməyəcəkdik. Üst səviyyəli, top səviyyəli milli komandaların ortabab milli komandalara uduzması belə qeyri-adi bir fenomen deyil. Yəni biz bunu neçə dəfə illərlə görmüşük və daha birisinin şahidi ola bilərdik. Sadəcə indi Harry Kane amili dəqiq ki, İngiltərə üçün oyunu dəyişən bir amildir. Yəni bunu deyə bilərəm. Qayıtsaq Southgate məsələsinə mənə elə gəlir ki, həqiqətən də burada nəsə qəribə bir virus var. Mən bunu belə ifadə edərdim. Çünki Southgate'in oyunu biabırçı oyunuydu həqiqətən. Yəni adam baxmaq istəmirdi futbola. Bu ildə Tuchel nədənsə belə qəribə ehtiyat eləməyə meyl eləyir. Heç özünə xas olmayan bir futbol oynayır açığı desəm. Konservativ futbol oynayır. Mənə elə gəlir ki, əslində sonuncu İngiltərə çempionunun buraxdığı bir izin burada təsiri var. Yəni bu formadan gördüyünüz kimi oyunundan, çempionluq mövsümündə oyunundan heç bir zövq almadığım, sevdiyim komandanın oyunu hal-hazırda İngiltərə milli komandasında müşahidə edilməkdədir. Sadəcə bilmirəm, bu Arsenalın mı təsiridir, yoxsa Southgate'in qoyub getdiyi o virusun təsiridirmi? Hələ ki, bir qənaətə gələ bilməmişəm. Mənim bu il Jude Bellingham'a da ki, o qədər də fərasətli bir mövsüm keçirməsə də ona da ümidlərim var idi. Amma bir digər tərəfdən bu il Tuchel eyni zamanda heyətə görə də çox tənqid edildi və hətta sırf bu səbəbdən uduzmasını sıxan məncə futbol kritikləri də var ki, major bəzi futbolçular getmədi. Ümumiyyətlə İngiltərənin hal-hazırki heyəti və tarixən də həmişə heyətləri zəngin olub. Amma bu dəfə sanki daha biraz çempionluğa gedən konservatizmin də yaratdığı, bəlkə də Arsenal'la elə müqayisə aparmaq düzgün idi orada. Necə hesab edirsən? Bu hardasa onun başını ağrıdacaq, yoxsa yox? Tuchel'in belə deyək, üst səviyyəli, güclü məşqçi olduğunda məncə heç birinin şübhəsi yoxdur. Və mən əminəm ki, Tuchel nə eləmək istədiyini dəqiq ki bilir. Və əslində özü də demişdi ki, seçimi daha çox oyunçunun öz komandasında göstərdiyi oyunun keyfiyyətinə görə də deyil. Onun taktiki düzülüşünə daha uyğun hansı oyunçu olacaqsa,
onlara üstünlük verəcək və sən Jude Bellingham'i deyirsən, orada yəni onun komandası, özü yox komandası fərasətsiz bir mövsüm keçirmişdi yerə gəlsə. Tam da Jude Bellingham'in üstünə atmazdım. Təbii ki, ola bilsin Real azarkeşlər məndən razı olmazlar bu mənada, amma məndən soruşsan İngiltərə ora kimi gətirməli idi? Jude Bellingham'dan başqa ağla gələn ümumiyyətlə nəsə var? Yəni mən çox belə düşündüm. Rice, Elliot, Bellingham, yəni üçünü də gətirib adam başqa kimi gətirməli idi ki. Mənə gəlir daha çox Tuchel'in götürdüyü heyətlə bağlı məsələ kimləri gətirib deyil, kimləri gətirməyib məsələsidir və bu mənada okey, bir dənə istisna var, Jed Spence ki, bu adam 2 ildir dalbadal Premier Liqada sağ qalmaq üçün mübarizə aparan Tottenham'ın oyuncusudur və heç orada belə yaxşı bir oyun göstərə bilmədi. Jed Spence'i götürüb halbuki nə bilim Arnold qalıb orada, Lewis Hall qalıb qıraqda, yəni və bunu nə üçün? Cavabı var adamın. Tuchel'in cavabı var buna. Deyir ki, mənə müdafiə keyfiyyətləri yaxşı olan bir müdafiəçi lazımdır ki, hər iki cinahda oynaya bilsin ki, Jed Spence'in keçirdiyi son 4 oyuna baxsaq İngiltərə milli komandasında bu çempionatda Jed Spence hər iki cinahda oynayıb. Fullback'dir. Hə. Adam hücum oynaya bilmir və dünən əslində o Kongo ilə oyunda Tuchel'in bir əsəbi orada gözə dəydi. Spence deyir ki, biraz hücuma meyilli oyna, hücuma meyilli oyna. Diri oyna biraz. Hə, biraz diri oyna və əslində yəni bu özü bir göstəricidir ki, adam müdafiə olunacağını düşünürdü və hər iki cinahda etibarlı bir oyunçu istəyirdi ki, birincisi çox böyük bir ulduz olmasın və deyilən eləsin. Yəqin ki, bu özü bir faktordur orada. İkincisi isə adam dəqiq ki, bəlkə. Funksionallıq və adamın əlində deyək ki, bir kağız var və o kağızda ona maraqlı olan statistik göstəricilər var. Elə az əvvəl dediyin bu fullback hər iki cinahda oynamaq məsələsində, məsələn deyək ki, ortada da rolları dəyişə bilmə qabiliyyəti artıq yəni tez-tez sxem üzərində hətta deyərdim 5 dəqiqədən bir, 10 dəqiqədən bir bəlli bir sistemdə yer dəyişmələri və cinahlarda və funksionallığı artırmaq. Bu cəhətdən çox funksionallı bir görüntüsü də var, amma qısır bir futbol izləyirik hələ ki. Dəqiq ki, məsələ İngiltərə milli komandasının göstərdiyi futboldursa 100% razıyam. Məsələ Jed Spence'in çıxış etməsidirsə, həqiqətən də bir mənalı reaksiya vermək mümkün deyil oyunçuya və mən deyərdim ki, necə ki adam 2021-ci, 22-ci illər Nottingham Forest'ın heyətində idi, Championship'da oynayırdı Nottingham Forest o vaxtlar. FA Cup'da Arsenalı çıxartdılar yanvar ayında, daha önce Leicester'ı çıxartdılar, Jed Spence oldu ulduz və ondan sonra idi elə Tottenham'a keçmişdi. Mən ondan sonra Jed Spence barə ciddi bir xəbər eşitməmişəm. Bir də indi dünya çempionatına qatıldı adam. Vəssalam yəni. Mən bayaqki söhbətimə qayıtsam, mənə elə gəlir ki, məsələ heyət deyil, kimləri gətirməyib. Hansı adamlar, Cole Palmer'ı gətirməyib adam. Yəni düzdür, Cole Palmer da belə qeyri-ciddi bir futbol oynamadı bu il. Hə, zəif oynadı. Phil Foden da indiki Manchester City'nin aparıcı adamı deyil. Biz onu bu mövsüm ərzində onun da şahidi oluq. Amma yenə də yəni İngiltərənin əsas adamlarıdır. Gətirməyib, məncə taktiki qərarlardır. Tənqid eləmək istəyən deyək ki, tənqid eləsin. Mən də müəyyən qədər tənqid eləyirəm, amma eyni zamanda Tuchel'in məşqçi istedadının vurğun olduğuma görə mən çox da belə qeyri-adi narazılığım yoxdur. Mən nəticəyə baxacağam. Okey, dünyanın bütün pulları bu dəqiqə İngiltərə futbolunda cəmləşməsinə baxmayaraq İngiltərədən az qala məşqçi çıxmır. Yoxdur yəni. Ya məktəblərindən 10 futbolçu çıxsın. Yəni indi baxırsan ki, son 20 ilin sərmayələrinin bir kumulativ effektlər indi gözə dəyir ki, hə, 20 il biz pul buraxdıq, özə kimlərsə çıxdı dünya səviyyəli. Ki, yəni və məşqçilərin arasında belə bir mən nailiyyət görmürəm İngiltərə futbolunda. Dostlarımız da var. Damımızda belə şeylər olur. Hə, olsun. Hə, ona görə İngilis məşqçi deyəndə ağla kimsə gəlir ümumiyyətlə. Mən doğrudan yəni ağlıma gəlmir ki, bir dəqiqə. Yəni Graham Potter, yəni gördük də, yəni. Hə, gördük. Başqa yəni kim var ümumiyyətlə? Nə bilim Frank Lampard Coventry-ni çempion elədi düzdür, amma yəni Frank Lampard da milli komanda məşqçisi səviyyəsində adam deyil də indi. Möhtəşəm futbolçu olub, əfsanədir, amma nə bilim. Steven Gerrard da yaxşı baş məşqçi olmadı.
ola bilmədi. Alınmadı. Onda da. John Terry nəsə cəhd eləyirdi, tutuzduranmadı o da. Paul Scholes ancaq giz-giz danışsın, qoyasan kamera qabağında ki, okey, United azarkeşlər üzürlü sayın, amma indi məsələ onun futbolu deyildi, onun bu dəqiqəki, yəni necə davranmasıdır kamera qarşısında. Bu çempionatda əlbəttə ki, Arsenal futbolçuları 4 nəfər, Harry Kane və Thomas Tuchel. Yəni mən bunlara görə bu il İngiltərəni dəstəkləyirəm. Bu arada sənə deyim ki, Meksikaya qarşı oyun çox ağır oyun olacaq. Olduqca ağır oyun olacaq. Və mən sənə deyim, Dünya Kubokuna hazırlıqlı gəlmiş cəmi 3 dənə komanda var bura kimi. Mənim nəzərimdə hazırlıqlı gəliblər. Amerikadır, Meksikadır və Fransadır. Bu üçündən başqa hazırlıqlı komanda yoxdur. Bəs underdog ölkələrin çıxışını nəzərə alanda onlar necə təhlil edərdin? Underdog saydığımız ölkələr, belə deyərdim ki, bu format 48 komandaya artırıldı deyə daha çoxunu gördük və burada əslində xüsusən də ərəb ölkələrini vurğulayırlar ki, İraq olsun, İordaniya olsun. Bunların oyunundan bir çoxları çox narazı qaldı. Sonra da digər komanda bir Curaçao var idi. Bizim dostlarımızla əməlli bir zarafat obyektinə çevrilib Curaçao ki, mən Curaçao'nun oyunundan mənim xoşuma gəlməsinə baxmayaraq uşaqlar çox məzələndilər və nəticədə Curaçao ilə məzələnmək və mənlə məzələnmək bir dənə özü bir mövzuya çevrilmişdi. Çox maraqlı Curaçao desək, bu Almaniyanın oyununda 7-1 uduzdular. Amma çox gözəl oyun oynadılar. Yəni açırsan, baxırsan ayrıca xəritəyə, oyunçuların yığdığı xallara baxırsan, 9 ballıq sistem üzrə 4 dənə oyunçu yaşıl xal yığmışdı. Curaçao'nun heyətində. 7-1 udzan komandanın heyətində 4 dənə yaşıl xal yığan oyunçu var idi. Ki bu mənada Curaçao'da dəqiq ki, oyunçuların arasında hara gəlmişlər və nə gözləyirdilər, nə istəyirdilər, hissi dəqiq ki, müşahidə edilirdi, başa düşürdülər nə istədiklərini və oynamaq istəyirdilər. Qapçıları dünya çempionatı tarixindəki rekord qoydu, yəni 15 dənə save bir oyuna 90 dəqiqə ərzində. O vacib məqamdır. Ki sabah Eloy Romo idi qaqaşın adı. Sabahları nə bilim tarixdə yenidən bir iz buraxacaq qeyri-adi möhtəşəm bir yarım finalı oyununda o rekordu kimsə təzələyəcək və deyəcəklər ki, Eloy Romo'nun rekorduydu bir oyunda, Curaçao'nun oyunçusu olub adam. Yəni belə şeylər var ki, bunlar tarixdə gözdən qaçır belə şeylər. Bir çoxları çox belə nəticə yönümlü baxırlar məsələn futbola. Qayıtsaq İordaniya İraqa, İraqın oyunu misal üçün Norveçlə birinci oyun. Adamlar möhtəşəm birinci time oynadılar. Möhtəşəm birinci time oynadılar adam. Yəni ikinci hissədə biraz görün ki, getdilər də. Ondan sonra digər oyunları yadından çıxdı kimdən idi İraqın digər oyunu. Ki orada da pis deyildilər. İordaniyanın özü 3 oyunun üçündə də gol vurublar da. İndi İordaniyadan Argentinaya gol vurmağı yəqin ki, çoxları gözləməzdi, amma vurdular adamlar. 3 oyun üçündə də gol vurublar. Kongo çıxdı qrupdan. Mən misal üçün heç bir gözləntim olmayan və onsuz da heç bir gözləntiyə uyğun oyun oynamamış Çekiya idi. Yəni fiyasko. Biabırçılıq idi. Onların elə dünya çempionatı çıxmadı. Biabırçılıq idi ki, yeganə komanda oldu ki, Avropa qitəsindən 2 oyun oynadılar. İkisində öz meydanda oynamış yeganə komanda oldu ki, onun özü böyük bir faktor ki, bəxtləri gətirdi. O yolla gəldilər Kuboka, yaxşı, indi sənin qrupunda qeyri-adi kimsə deyil də. Meksikada yəni komandadır, oynayarsan Meksika ilə yeri gəlsə, Cənubi Afrika ilə oynayarsan, bir də kim idi onların qrupunda, bu da yadından çıxdı. Hər dəfə 4-cü komanda yadından çıxdı. Nəysə, yəni belə qeyri-adi bir, kim idi orada? Nəysə, qeyri-adi bir qrup deyildi, yəni Çekiyanın orada özünü göstərəcəyi bir qrup idi, amma nə bilim, yəni Çekiya da heç nə eləyə bilmədi. Ki bu mənada underdog saya bilərikmi? Məncə saya bilərik. Yəni Çekiyanın necə gəldiyini nəzərə alsaq. Ümumiyyətlə götürəndə 48 komanda formatına bir çoxları sual qoyur ki, bir çoxları həqiqətən də düz deyir ki, yəni nə qədər oyun oldu ki, heç kəs baxmadı, mənasız idi. Bu mənada razıyam, amma eyni zamanda adı dünya çempionatı olan bir şeyin daha əl çatan olması gözəl deyilmi? Məndə bu sual həmişə yaranır və mən əslində 48 komandanın formatını dəstəkləyən adamlardan biriyəm. Okey, bir çoxları deyəcəklər ki, bəs Infantino belə gəldi, Infantino belə getdi, sən onun apardığı siyasətlə bəs necə razılıq göstərirsən və s. Məsələ Infantino deyil və mən Infantino prizmasına baxmaq istəməzdim buna. Məsələ bir fakt olaraq 48 komandadır və əgər bir dünya kuboku 4 həftə deyil, 5 həftə olacaqsa, mən ancaq bunu dəstəkləyə bilərəm. Sual gələcək ki, 64 komanda yes deyirsənmi?
Hələ ki yox demirəm. Amma mən əminəm ki 48 komanda olmasının mənası biraz çoxdur. Çünki mənə elə gəlir ki dünyada futbol oynamağı bacaran 200 ölkə varsa futbol oynamağı bacaran komandaların sayı 32-dən çoxdur. Mən əminəm bundan. Və 40 dənəsi deyək ki var, 42 dənəsi deyək ki var, 6 dənəsi də ki gəlsin də, okey. İraq deyirik. İraq dünya çempionatından çıxmaq üçün ən çox oyun keçirmiş milli komandadır. 21 oyuna gəlib çıxıblar. Kim deyə bilər ki, İraq layiq deyildi dünya kubokuna? Bu sualın özü çox yaxşı sualdır məncə. Bəs Mərakeş haqqında nə fikirləşirsən? Son dünya çempionatında yarım finalçıydılar və Hollandiyanın oyunda sadəcə Hollandiyanın adı qalmışdı. Mənim üçün favorit Hollandiya deyildi. Amma yenə də balansda oyun kimi görmək olardı. Buna rəğmən çox qəribə penaltilər idi. Hətta Justin Kluivert'ın atası da eyni tarixdə eyni yerə vurublar penaltini. Eyni dirəyə. Qaraçı, nəticə itibarilə Mərakeş artıq 8-də 1 final mərhələsindədir və düşünürəm ki, irəliləyə bilərlər. Hələ də yolları var. Necə düşünürsən, Mərakeş nə vəd edir bizə? Buradan həmin o məşhur Almaniyalı riyaziyyatçıya bir salamlarımız gəlsin. Adam demiş ki, bəs hesablamışam ki, Hollandiya dünya çempionu olacaq. Hə, gördüm onu. Ondan qabaqki üçünü tapmışdı adam. Bu deyir ki, bəs indi Hollandiya olacaq. Gənc nəsillə əlaqələndirirdi ki, deyəsən... Əslində gözəl komandaydı. Əslində çox keyfiyyətli, yaxşı bir komandaydı. Və mən sənə deyim ki, Mərakeşlə Hollandiya düşəndə mənim üçün o 50-50-yə idi və mən özümə dedim ki, mən bu oyuna baxmamış, bu oyunda nə baş verdi, gözümlə görməmiş, deyə bilmərəm ki, bu necə qutaracaq. Yəni, bəlkə elə də bir oyun izlədik əslində. Möhtəşəm oyun idi. Gecə yatmayıb, səhər saat 9-un yarısına kimi oyaq qalmağa dəydi oyun, həqiqətən də. Mərakeşə qalsa, mən Mərakeşi sonuncu dünya kubokundan sonra, belə deyək, belə bir uğura bir daha nail olmayacağını gözləyirdim açığı və xüsusən də Qətərdə keçirilmişdi deyə mən düşünürəm ki, ərəb ölkələrinin və pozitiv seçicilik. Bilsən necə o kuboku təşkil edən ölkənin liderlərinin şuurunda məncə arzusunda var idi ki, bir ərəb ölkəsi yaxşı oyun oynasın. Okey, Qətər oynaya bilməyəcək, bir də hansı bir ərəb ölkəsi yadda qalsın. Mən deməzdim ki, belə bir razılıq var idi, danışıq var idi və nəsə. Mən belə şeylərin tərəfdarı deyirəm. Konspirologiyadan yan keçsək, Mərakeş həqiqətən də gözəl futbol göstərmişdi və Regraginin komandası çox qəşəng idi. Regragi də getdi. Mən qaldım ki, okey. Eyni səviyyədə Mərakeş görəcəyikmi yenə? Görürük. Başqa məşqçinin olsa belə görürük. Amma Mərakeş deyiləndə, Mərakeşin adı çəkiləndə mənim ürəyimdə belə ciddi bir xal buraxmış məsələ Afrika Millətlər Kubokunun final oyunudur. Aha. Çox pis düşdü gözümdən Mərakeş də, onun o yarım finalı da və tək bu Hollandiyaya qarşı qələbə oldu ki, nətərsə mənim Mərakeşə pozitiv hisslərim az da olsa oyandı. Çünki yəni o biabırçılıq idi. Yəni Senegalın okey, mən başa düşürəm, meydanı tərk elədilər, texnik məğlubiyyət və s. Amma necə olar da, necə olar bir xalq yəni bu boyda kuboku qeyd edib, yəni 2 ay keçib üstündən sən götürüb bunu Mərakeşə verirsən. Mən belə deyək, bu məsələlərə ultras mədəniyyətinin prizmasından həmişə yanaşıram. İçi özüm daxil olmaqla, əynimə geyindiyim bu forma daxil olmaqla mən bunu özüm haqqında da deyə bilərəm ki, ya öz məhəllənin, ya öz şəhərinin, ya atanın azarkeşi olduğu komandaya azarkeşlik eləmədinsə, sən azarkeşliyin mənim gözümdə və ultras mədəniyyətinin gözündə qeyri-ciddi qarşılanır. Yəni, bunu heç kəs özünə almasın, yenə deyirəm, içi özüm daxil olmaqla bunu deyirəm ki, sən səni təmsil eləyən, sənin məhəlləni, sənin evini, sənin ailəni təmsil eləyən komandanın azarkeşisən ya da deyilsən və deyilsəndən sonrası başlayan hamısına İngilis dilində gözəl bir ifadə var. Glory Hunter, yəni Glory Hunter deyilir və belə deyək də, nailiyyət dalınca qaçan, nailiyyət ovçusu. Yəni sən nailiyyət ovçususan. Yəni içi mən daxil olmaqla deyirəm bunu. Ona görə mən sırf ultras prizmasından baxanda və o ultras mədəniyyətinin prizmasından baxanda Azərbaycan milli komandasından başqa hansısa milli komandaya azarkeş olmağı qeyri-ciddi görürəm. Yəni bu mənim baxış prizmamdır və bu prizma ilə belə deyək, bu baxış bucağı təbii ki bir ultras mədəniyyəti var oradan. Bir psixologiya var oradan gələn bir şeydir. Bu cəhətdən mən deyərdim ki, mən özümü Azərbaycan milli komandasına azarkeş adlandırardım, əgər milli komanda azarkeşliyindən söhbət getsə. İngiltərə milli komandanın azarkeşi deyil. Sırf
şou xətrinə, Dünya Kuboku xətrinə, intriqa xətrinə, dostlarımla hansısa tutduğum, saxladığım bir prinsip xətrinə mən İngiltərə milli komandasını bu dəfə dəstəkləyəcəm əvvəl vurğuladığım məqamlara görə. Azərbaycan milli komandasına azarkeşlik məni qaytarır yeniyetməliyimə və o hisslərimə, o futbol intriqasına. Hər birimizin ürəyində balaca bir inam var idi ki, biz gedib orada hamıdan daha çox qışqırsaq, bəlkə də milli komanda xeyli irəli gedə bilər. Və bu motivasiya ilə Qazaxstana qarşı 3-2 qələbəsinin şahidi olmuşuq, Belçika ilə 1-1 heç-içəsinin şahidi olmuşuq. Ondan sonra Türkiyə qarşı qələbənin şahidi olmuşuq, Rusiya ilə heç-içənin şahidi olmuşuq. Bu hamısı yeniyetməli yaşlarına təsadüf edib və ona görə belə deyək, məsələ milli komandalara qalanda mən çönüb baxanda ki, milli komanda deyiləndə məni nə təmsil eləyir? Məni Azərbaycan milli komandasından başqa heç nə təmsil eləmir və mən ona görə bu mənada baxmayaraq ki, xəyal qırıqlığına çox uğrayırıq və ancaq xəyal qırıqlığına uğramışıq az qala həyatımız boyu. Amma mənə elə gəlir ki, xüsusən də o niyə də yox dövrü var idi, bir dənə o hashtag qrupda uğurlu oyunlar var idi. O niyə də yox dövründə elə bir ikinci belə bir inam dalğası yaranmışdı. Olmadı yenə də. Sırf gələcəyə baxaraq bir böyük gözlənti qurmaq kimi baxıram buna və mən istəyirəm ki, mənim gözləntim günlərin bir günü doğrulsun. Yəni İraq düşdü, İordaniya düşdü, Cabo Verde, Curaçao düşdü. Biz də düşməliyik. Komandaların sayını artırsalar bu imkan da yarana bilər. Bax, indi 64 dənə komanda elədilər. Azərbaycan düşdü 64 dənə komandadan biri oldu, deyək ki. Yeri gəlsə Sovet dövründən sonra futbol məktəbini nəinki itirməmiş, hətta təkmilləşdirmiş Özbəkistan milli komandası var ki, illərdir Asiya regionunda səs-küy salan milli komandadır. İlk dəfə düşə bildi, nə göstərdi? Yəni oynaya bilmədilər. Qol vurdular hər bir oyunlarında, amma yəni mənim Özbəkistandan böyük gözləntilərim var idi açığı. Yəni mən çünki yenə deyirəm, adamlar son illər ərzində çox böyük idmanda çox böyük addım atıblar irəli. Azərbaycan milli komandası 64-dən biri olsa, yəni əgər 48-dən biri Özbəkistan idi, heç nə elə bilmədisə, 64-dən biri Azərbaycan eləyə bilərmi nəsə? Mənim üçün sualdır, açığı deyim. Təbii ki, üzümüzə gələn bir gənc nəsil olsa və o gənc nəsil maraqlı oyun göstərsə və mən əslində çox istəyərdim ki, Emin Mahmudovun kapitanlıq etdiyi və veteranı olduğu milli komandanın heyətində gənc ulduzlar da oynasın və belə bir dənə o artıq yaşlanmış bir lider var, ortada kapitan var və o özü ilə daşıyır. Necə ki, Dzeko o gənc Bosniyalıları daşıdığı kimi Emin Mahmudov daşısın özü ilə və bunlar da oynasınlar. Çox maraqlı bir şey alına bilərdi əslində. Təəssüf ki, elə ki, görə bilmirik. Bayram, bir də viza məsələləri var ki, dünya çempionatı skandallarla başladı. Hansı ki, Somalili hakimi viza qadağası oldu. Eyni zamanda İran milli futbol komandası da hətta baskılarla üzləşdi. Məlumat var idi ki, ciddi təsirlər var idi. Ümumiyyətlə Amerikada keçirməsi, Meksika və Kanadada keçirməsi və xüsusilə Amerikada bunun baş verməsi necə təsirlər yaratdı və gələcəyə baxanda bu dünya çempionatından necə xatirələr qalacaq bizdə? Bax, mənim üçün heç bir problem yoxdur Amerikada keçirilməsi ilə bağlı. Məsələ hətta tək Amerika deyil də, Kanada, ABŞ və Meksikadır və Şimali Amerikada bunun keçirilməsi 3 dənə ölkədə əslində çox belə deyək, maraqlı çempionat vəd edən bir şey idi və maraqlı çempionat da keçir əslində. Yəni qeyri-adi bir burada mən bir pislik görmədim futbol keyfiyyəti cəhətdən. Amma bunun böyük amması və siyasi ammalar var burada ki, okey, Somaliyalı hakim ki, deyilənə görə yaxşı bir hakimdir və hətta Avropa Superkubokunun oyununu belə ona təklif elədilər və verdilər. Biz o jest olaraq elədik. Jest olaraq, amma indi xala xətrin qalmasın eləməli idilər, elədilər. Bundan əlavə tək o da deyil. Misal üçün, Konqonun məşhur azarkeşi Lumumba təxəllüslü adam, yəni çıxır durur, əlini qaldırır və Konqo oyunçularının müsahibələri var. Deyirlər ki, biz o insanı orada görəndə çox böyük bir ilham alırıq, yəni onun orada olmasından. Və misal üçün, bir Konqo komandası üçün dünən onun orada olması, əlini belə qaldırması, deyək. Bəlkə İngiltərəyə qarşı heç-çə eləyib oyunu penaltilə qədər aparmaları üçün bir nəsə ola bilərdi, bir təkan ola bilərdi, motivasiya ola bilərdi. O məsələnin özü, adama viza vermədilər və biabırçılığın özüdür. Afrika Millətlər Kubokunun ən ikonik siması viza almadı. Götürək İran milli komandasını, yəni adamlara qarşı ciddi bir baskı baş verdi və
Mən açığı deyim belə bir şey gözləməzdim. Mən düşünürdüm ki, indi futbol xətrinə, çempionat xətrinə, bir ədalət xətrinə, yəni bu idmandan kənara çıxartmamaq şərti ilə adamlara rahat bir imkan verərlər. Amma bunu deyəndə yadıma Mehdi Tariminin sonuncu müsahibəsi düşür. Adam deyir ki, yəni logistika ilə məşğul olan adamları apar götürmüzü eləyən yoxdur deyir. Nə bilim, reabilitasiyamızla məşğul olan adam yoxdur yanımızda. Tijuana'da oturmuşuq, gəri oyuna qaydırıq. Oyundan bir gün gəlməyə belə icazə vermirlər. Oyun gün az qala gəlir. Sən bir neçə saat qabaq gəlirsən. O lap dəhşət idi. Dəhşətdir və baxırsan reytinqə. FIFA 20-dir İran. FIFA 20-də İran yerləşir. Yəni bu ciddi bir yerdir də. Yəni sən baxsan altında nə qədər Avropa komandası belə var. Elədir. FIFA 20 komandası ki 3 oyununa baxdıq, gördüyümüz nə oldu? Bunlar bu qədər yorğun olmasaydılarsa və normal bazalarında olsaydılarsa, bunların bütün heyəti bunlarla, köməkçilərlə bir yerdə olsaydılarsa, Yeni Zelandiya ilə 2-2 nə idi də? Yəni mən baxdım, həqiqətən çox məyusluq keçirdim ki, yəni Yeni Zelandiya kimdir, sən kimsən? Sən necə 2-2 eləyə bilərsən də? Yəni təbii ki, burada bir yorğunluğun və o baskının böyük bir təsiri var idi. Ondan əlavə Belçika ilə adamlar çox yaxşı deməyim, əslində Belçika yaxşı idi, daha güclüydü, amma Qapıçı. qırmızı aldılar adamlar. Yəni Belçika qırmızı aldı və hər şey İranın əlində idi ki, bu oyunu 1-0 olsa belə vursun, uçsun. Yəni o da alınmadı. Təbii ki, orada da yəqin reabilitasiya cəhətdən hansısa bir çatışmazlıqlar var idi, yəni nə idisə, komanda çox yorğun görünürdü. Buna baxmayaraq amma döyüşürdülər. Yəni o döyüşkənliyi görürdüm. Və yekun oyunda Tariminin penalti vura bilməməsi bir tərəfdən, sonra orada o cüzi offside o məsələsi. Yəni bunun üçünü yıxsaq və deyək ki, İran milli komandası bu qədər baskıda olmazdı və gələrdi sadəcə oynamağa və hər şey qaydasında. Mən qəribə bir şey deyəcəm, amma ən azı 7 xal bu adamlar toplaya bilərdilər o qrupdan. Hətta 9 xal belə iddiası var idi. Nəzərə alsaq ki, Belçikanın qırmızı kart vərəqəsi var idi və o qırmızı vərəqədə azlıqdaydılar adamlar. Təbii ki, uduza bilərdilər. Niyə də uduza bilməsinlər ki? Yəni İran da normal bir komandadır, gözəl heyəti var. Belçikada o deyil. Bəli, Belçikada heç o deyil bu arada. Və yəni adamlar potensial 7 xallarından oldular. Qaldılar sonuncu məqama kimi ki, onun bunun ümidinə. Dramatik formada keçə bilmədi. Yəni burada məsələ o deyil ki, biz belə fantastik İran azarkeşiyi hamımız və s. İllərdir İran futbolçuların adlarına kimi tanıyırıq ya nəsə. Məsələ bu deyil. Məsələ odur ki, yəni burada bir ədalətsizlik fenomeni var idi və bir milli komandanın proqresinə və oyununa bilavasitə negativ təsir göstərdi. Qayıtsaq sənin əvvəlki sualına ki, Amerikada keçirilməsi sənin üçün yaxşıdırmı, pisdirmi? Mənim üçün pis deyil. Mən Amerikada keçirilməsinin əleyhinə deyiləm. Mən Trump Amerikasında keçirilməsinə biraz nəticə etibarilə pis yanaşıram, yenə deyim. Öncədən mən bir ön yarğım yox idi. Amma Trump Amerikasına keçirilməsinə heyfslənirəm. Xüsusən də yaxın tariximizdə buna oxşar maraqlı bir nümunə daha biri var. Bilmirəm yadına düşər ya yox. 2018-ci ildəki Rusiyadakı çempionat 2014 Krım hadisələrindən sonra Putinə birbaşa bir comeback imkanı vermişdi. Yəni adamın yanında Macron oturmuşdu bir tərəfində, nə bilim digəri o biri tərəfində. Bir yerdə futbola baxırlar, deyirlər, gülürlər, nə bilim hansı yəqin siyasi iqtisadi müzakirələr belə gedib həmin oyunlarda və adama bir növ o legitimlik kartı verilmişdi 2018-ci ilin çempionatı ilə yanaşı. Və indi Trump. Trump təbii ki, bu çempionatı o dərəcədə istifadə edə bilmir, ona fərasəti yoxdur, amma təbii ki, bir siyasi liderin legitimliyi və ölkədə keçirilən bir böyük bir hadisənin uğurla başa çatması təbii ki, ona müəyyən mənada simpatiyaları təbii ki, ölkə içində artıra bilər. Yəni bunu belə qəbul edə bilərik. Mən Amerikada keçirilməsi mənim üçün tamamilə okeydir, tamamilə yaxşıdır. Meksikada keçirilməsinə çox sevindim. Xüsusən də Azteca stadionunun 3-cü dəfə ilk oyunu qəbul eləməsi fenomeni, faktorun özü çox yaxşı faktor idi. Kanadanın ev sahibliyi eləməsi də çox yaxşı idi və Kanada milli komandasında bir hazırlıqlı gəldiyini görürük, pis yaxşı. Məsələ burada sırf Trump Amerikasının qəbul eləməsi oldu mənim üçün.